sabahın ruzisunun dərdini çəkən adam Allah'a iman gətirməyib. Allah'ı tanımayıb. Çünkü Allah bugün varsa sabah da var. Allah Allah'dırsa o sana təqdir ettiğini sana yetirəcək. Ayətullah Behçət bunu demişəm, gözəl misal çəkir. Uşaqlar niyə ruzi dərdi çəkmir? Heç ağlına gəlmir ki, sabah necə olacaq? Çünki ata-anasına arxayındır. Deyir, onların ata-anasına arxayın olduğu qədər biz Allaha arxayın olsaq, sabahın birisi günün bir il sonranın dərdini çəkməklə aramlığımızı itirmərik. Bazen oturup araştırsam ben niye narahatam, altından küfür çıxır, küfür. Küfür bilirsinler Allah'a danmaq, Allah'a inanmamaq. Küfür kafir sözünün kökündə, kafir küfürdən yaranmış bir sözdür. Neden qorxursan, neden çəkinirsən? Allah yoxdur mu? Varsa səni sevmir mi? Gücü çatmır mı? Bu sualları özünə ver. Sənin başının üstündə hər şeyə qadir olan və sənə özündən rəhimli olan Allah varsa, sən nigaransansa sabahdan, deməli sən o Allah'a inanmamısan, tanımamısan, başa düşməmsən. İnsan gərək bir zərrə aramlığını itirəndə dərhal onun kökünə qayıtsın. Nədən qorxursan, kimdən qorxursan, bu qorxu odur ki, sən Allaha şərik qoşursan kimisə, bu şirkin təzahürləridir. Mömin aramlığı ehtiyaclıdır ki, aramlığın üzərində pərvaz eləsin. Necə ki, təyyarə hamar bir yerdə hərəkət eləyib pərvaz eləyir. Yer gərək hamar olsun, düz olsun. Bu uçuş zolağının xüsusi qaydaları var. Kələkötür yerdə təyyarə start nöqtəsi gərək aram olsun, gərək onun üzərində hərəkət eləsin. İnsanın ruhunda da bir, belə deyək, təməl olaraq mənəvi aramlıq olmalıdır ki, o aramlıq nöqtəsindən insan pərvaz eləyə bilsin. Aramlıq olmazsa, insan heç zaman göylərə pərvaz eləyə bilməz, bu mümkün deyil. Din bir çox günahları ona görə qadağan edib, əməlləri qadağan edib və günah adlandırıb ki, o aramlığı əlindən alır. Həyatı bir-birinə vurur. Səni naaram eləyir, səni sakitliyi, mənəvi o daxili komfortu itirirsən. Ona görə, məsələn, şor gözlük insanın o gözünə yiyəli eləməməsi insanın ilk növbədə aramlığını itirir. Gözü orada burada olan, gözü qaçan adamlar aram ola bilmir. Mümkün deyil. İstirab gətirir, həsrət gətirir. Yadınızda da mən 10 gün məhərrəmdə danışdım. Biz elə bilirik, haramlar, belə deyək də, həyatımızın praktik hissəsindən ayrı hökmlərdir. Ki, bu olmaz, sadəcə Allah deyib olmaz. Yox, haramlar birbaşa bizim həyatımızla əlaqəlidir. Praktiki təsiri var. Allah deyir, şirin, aram, gözəl yaşamaq istəyirsənsə, əsəblərin yerində olsun, gözü və yiyəli elə. O gözü qaçırtmaqdan sənə heç bir xeyir gəlməyəcək, ziyanı bu olacaq ki, sənin bütün aramlığı əlindən verəcəksən. Hicab nə üçün vacib buyurulub? Hicab həm kişilər, həm qadınların özü üçün aramlığı yaratmaq üçün. Bu cəhətdən hicab vacib buyurulub. Həyəcan yaratmasın. Deyirlər ki, qərbdə elə hamı açıq-saçıq gəzir, amma heç bir-birinə fikir vermir adamlar. Bunu hətta bir neçə ziyalı adamdan da eşitmişəm ki, deyir, yaxşı, nə oldu elə burada hicaba bürünür, amma ki, heç o məsələlər həll olmur, orada açıq-saçıq gəzir, heç elə bir görmürlər, küçədən keçirlər. Bilirsiniz, bir yerdəki ailə dəyərləri var, bir yerdəki xəyanətin anlamı var. Onunla yanaşı olsa bu xüsusiyyət, o fəzilətli. Bir yerdəki ailə institutu yoxdur, xəyanətin anlamı yoxdur. O halda açıq-saçıqlıq bəli insana təsir eləməyə bilər. Məsələ bundadır ki, bir cəmiyyətdə ki, ailə dəyərləri var, insanlar arasında sədaqət var, xəyanətin bir mənası, anlamı var, o halda insanın iffətli olması dəyərlidir. Yoxsa bütün dəyərlər əldən gedibsə, o ona baxmaması, çünki o, bilirsiniz, necə deyim sizə, onu təhrik eləyən bir amil yoxdur. Çünki nədənsə, o əlin atdadır. Və bir onun ümumiyyətlə mənəvi baxımdan anlamı itib ki, yəni bu xəyanət belədir, filandır, bu yoxdur belə anlayış. Belə olmayanda onun ona baxmamasının da bir dəyəri yox.
Bir yerdə ki, dəyərlər var, ailə var, sədaqət anlayışı var. O yerdə insanın öz gözünə nəzarət eləməsi, hicabın vacib buyurulması kişilərin aramlığı üçün və eyni zamanda qadınların da rəqabət mühitinin istirabından azad olması üçün. Geyim rəqabəti qadınları həlak edir, əldən salır. Əməlli başlı problemdir yəni. Bir-birinə yarışa çıxır və uduzmayayım deyə düşünür. Bu əməlli başlı istirab yaradır. Ona görə deyir, sadə bir növ geyim olsun, örtünsün insan ki, bu istirabdan da azad olsun. Bu qadınlara da bunun faydalarından biri budur. Biz hər bir günahı, hər bir əməli sırf dəyər kimi yox, onun praktiki əhəmiyyətini başa düşərək mənimsəməliyik, qəbul etməliyik. Bu çox önəmli məsələ. Dəyərlər praktiki əhəmiyyətdən məhrum olduqda onu tətbiqi də mümkün olmur. İnsanlara ancaq nəsihətlə yolda saxlamaq olmaz. İnsan praktiki əhəmiyyətini başa düşməlidir. İslam bir çox şeyi sadəcə ona görə haram edib ki, tək ola bilər bir səbəbi bu olmasın. Bir neçə səbəbin içində mütləq bu səbəb də var ki, haramlığı əlindən alır. Qumar. Qumar haramdır ona görə ki, qumar oynayan adamlar nə qədər istiraf keçirir. Onu bilirsiniz də özünüz, onun vaxtında çatdırmağı var, onu malını, sərvətini uduzmaq. Əməlli başlı istiraba çevirir həyat. Yalan niyə görə qadağandır? Neçə səbəbi var, bir də budur ki, yalan danışan adam stres içində yaşayır. Heç vaxt mümkün deyil, yalancı haram olsun. Hətta artıq bu fizioloji baxımdan cismində də hiss olunur. Bunlar hamısı Allahın sübutudur. Əgər Allah yoxdursa, insan maddi bir varlıqdırsa, doğrunun yalanı nə anlamı var? Yalan danışanda insanın cismində hansısa bir dəyişiklik olur ki, hətta onu müəyyən cihazlarla da müəyyən edə bilirlər. Bu onu göstərir ki, bu əvvəla bu dəyərlər var, deməli Allah var, bu dəyərlərin arxasında bir anlam dayanmalıdır. Maddi varlıq üçün yalanın nə anlamı var? Ümumiyyətlə bir insan ət parçasıdırsa, yalan, doğru ona niyə təsir eləməlidir? Bu bir. İkincisi də bunu göstərir ki, günahlar insanın aramlığını o dərəcədə əlindən alır ki, hətta fiziki baxımdan onda bir həyəcan, istirab yaradır. Bəzi musiqilərə din deyir, haramdır. Elə bilirlər ki, məsələn, cavanlardan bəs, nə oldu, indi yaşamayaq? Deyir, yaşa. Yaşamağın üçün bunlar sənə mane olur. Bu musiqi növləri səndə istirab yaradır. Sənin dinc yaşayışından səni məhrum eləyir. Səndə yersiz həyəcan yaradır. Ona görə ondan bir uzaq ol ki, aram və xoşbəxt, ləzzətlə yaşayasan. Ləzzətlə yaşamaq üçün bunu deyir. Bir qohumunla qonşu olma salır. Qohumla qonşu olmaq, bir budur ki, sən yüklənirsən, həm qonşu haqqı var, həm silə-i rəhm var, qohum haqqı var, onun ikisinə də riayət eləmək çətin olur. Eyni zamanda qohumların ki, bir-birinə qohumluq əlaqəsi var, istər-istəməz gözü bir-birində olur. Tanıyır da qohumluğun bir rəqabəti də var axı. Təbii olan bir rəqabət var. Onlar qonşu olduqda bu davaya çevrilə bilir. Onun hər həyatın, hər detalından xəbərdar olmağa çalışır. Bu aramlığı itirir. Bura qədər din bu məsələlərə önəm verir. Vərə xüsusiyyəti var. Vərə təqvanın ən ali nöqtəsidir. Vərə nədir? Vərə, yəni günah olan mühitdən qaçmaq. Günah olan mühitdən qaçmaq. Ona görə ki, hətta sən gedib qorunsan da mənasız istirab yaradırsan. Kibriti qoy benzinin yanına, sonra deyən, amandır, məsələn, bir od qala benzinin yanında, benzin bir bakının yanında, bir çəninin yanında, sonra deyən ki, diqqətli olun, ehtiyatlı olun, yanmayın da, bunu burada niyə yandırırsan ki? Özünü niyə atırsan onun içinə ki, sonra deyəsən ki, orada mən diqqətli olun. Diqqətli olmaq üçün o mühitdən çəkin ki, aramlığı itirməyəsən. Naməhrəmlə deyə xəlvət eləmə. Ola bilərsən günaha düşməyəsən, amma səndə yersiz bir həyəcan yaradır, istirab yaradır. O anda sən aramlığı itirirsən deyə deyir, o mühitdən uzaq ol, xəlvətdə qal.